Bəzən xanımlardan belə bir mesaj alıram. Bütün işlərinizi çatdırırsınızmı? Çatdırırsınızsa bunu necə edirsiniz? Bunun bir məna olaraq bir cavab var. Xeyr, çatdırmıram. Heç çatdırmaq üçün də xüsusi cəhd göstərmirəm. Bəzən səhhətimizdə çıxan hər hansı bir problem, bəzən əlavə bir işimiz bizim işlərimizi çatdırmağımıza mane ola bilər və ya həmin günə həmin əhval-ruhiyyədə olmaya da bilərik. Amma bəzi gündəlik qayğılarımız var ki, səhhətimizdən və əhval-ruhiyyəmizdən asılı olmayaraq onların hər birini yerinə yetirməliyik. Səhər mən də yoldaşımı işə, uşaqları məktəbə yola saldıqdan sonra ev işlərini görürəm. Amma bu əsnada mütləq özümə də zaman ayırıram. Əsas təmizlik işlərini gördükdən sonra bir stəkan suyunu götürüb mütləq bir yarım saat axşamına qalan işlərimi görürəm. Əgər vaxtım olarsa mütləq gün ərzində yarım saat idman da edirəm, amma buna hər gün vaxt tapmıram. İdman edib etməməyindən asılı olmayaraq səhər içdiyim sudan təxminən 1 saat sonra mütləq yüngül bir səhər yeməyi yeyib daha sonra çöldəki işlərimin ardınca gedirəm. Bir də çox əsas nüansı qeyd edeyim. Hər gün evdən çıxıb çıxmayacağımdan asılı olmayaraq saçlarımı qaydaya salır, makiyajımı edib və gözəl geyinirəm. Bu mənim əhval-ruhiyyəmə müsbət təsir edir. 30 yaşdan sonra qəbul edən vitaminləri də əsla unutmayaq. Evdən çıxdıqdan sonra əgər karqoluq işim varsa mütləq birinci ora baş çəkirəm. Alacaqları alıb məktəbə yollanıram. Balaca qızımı məktəbdən götürürəm. Böyük qızım elə gec gəlir. Evə çatar-çatmaz bir stəkan çay içib yeməyi hazırlayıram. Günorta 3-dən 6-ya qədərsə mən öz dərsimdə oluram. Dərsim bitdikdən sonra axşam yeməyi, axşam qayğıları, təmizlik, uşaqların dərsləri və burada isə Ardanın qol vurmağını sevirəm. Çünki əsas hobimiz futbola baxmaqdır. Sizin gününüz necə keçir? Rəylərdə yazın.